Salam olsun dostlara, əziz və hörmətli abunəçilərə kanalımızın. O cümlədən kanalımızı qonaq qismində izləyən söz xiridarlarına. Mən dünən böyük bir fasilədən sonra səbəbini demişdim. Demək olar ki 8-9 ay fasilədən sonra bir şeir səsləndirdim. Bugün də sizlərə daha bir şeir səsləndirmək istəyirəm. Ancaq bəziləri irad tutsa da bəzən mən hisslərimi bölüşmək məcburiyyətində qalıram. Ona görə də onu demək istəyirəm ki, dünən qeyd eləmədim. Bu keçən müddət ərzində çox hadisələr baş verdi, elə mənim özümün həyatımda da. Deməli, həm mənim oğlum, həm kürəkənim cəbhədədirlər, mobilizavat ediblər. Onların fikri, həyəcanı bir yandan, yəni təkcə YouTube'un bağlı olmağı səbəbindən uzun müddət çıxmamağımın səbəbi, yəni o olmayıb, həm də bu baş verən hadisələr, oğlumun, kürəkənimin mobilizavat olunmağı, onların həyəcanı. Digər tərəfdən də, deməli, dekabrın 28-də 2025-ci ilin ərəfəsində, yeni il ərəfəsində mənim qardaş qədər əziz olan bir dostum dünyasını dəyişdi. Onun bir şeirini də burada səsləndirmişdim mən. Gün həmin gündür başlıqlı. Elman Ömərov Göyçaydan. Çox əziz bir dost idi, həqiqi dost idi. Deyirlər, qardaşın necə adamdır, deyir, dost olmamışam. Yəni Elman böyük hərflə dost idi məndən. Nəsə onun da dünyasını dəyişməyə elə bir ki, məndən getdi. Çox ağır təəssüratlar yaşadım. Elə bir ki, qardaşımı, oğlumu itirdiyim, itirəndə ağır olduğu qədər bu dostum Elmanın da dünyasını dəyişməyi mənə çox ağır mənəvi zərbə vurdu. Allah bütün ölənlərimizə rəhmət eləsin, hər kəsin. Yəni, o vaxtlarda təsirləndim, bir şeir yazdım. Könlümün başlıqlı. İstərdim ki, o şeiri sizlərlə bölüşdürüm. Buyurun, dinləyin. Könlümün istər bahar olsun, istər yay olsun, ərimir heç buzu qarı könlümün. Hər gün şadlıq olsun, hər gün toy olsun, kirimir heç ahu zarı könlümün. Neçə bədnəzərlər gözləri ilə, nadanlar, naşılar sözləri ilə, gedən əzizlərim özləri ilə bölüb apardılar yarı könlümü. İtirdim oğul da, dost da, qardaş da, neçə daş çatladı bəlalı başda. Nə fərqi nəyim var mənim bu yaşda, qüssədir, kədərdir varı könlümün. Şahin qəm çeşməsin suyundan içib, fələk libasını qüssədən biçib, canımı almıyor yanımdan keçib, alaydı Əzrail varı könlümü. Yəni bu şeirdə belə bir şeirdir, yəni o Elmanın dünyasını dəyişməyindən təsirlənib yazmışdım. Belə yəni, üstünüzə sağlıq, Allah hər birinizi pənahında saxlasın. Mənim xahişimi də unutmayın. Abunə olmağı, bəyənməyi, paylaşmağı, rəy yazmağı. Çünki qeyd elədiyim kimi YouTube'un alqoritmi belədir ki, nə qədər
çox insan rəy yazırsa, bəyənirsə, paylaşırsa, bir o qədər daha çox yayılır. Mən istərdim ki, yazdığım şeirləri çoxlarına nəsib olsun eşitmək, söz xiridarlarına. Çox sağ olun, əvvəlcədən minnətdarlığımı bildirirəm. Həm də dəyərli vaxtınızı sərf edib diqqət yetirdiyinizə görə. Gələn görüşlərə qədər.